Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Mehdiyev ilə bağlı şok, Rusiyaya göndərilən məxfi məktubda nələr var? İrəvan, Bakı, Ankara yolunu niyə açmağa çalışır? Pərdə arxası hədəf. Ermənistanla həll edilməmiş iki məsələ var. Bakı ilk jestini etdi. Prezident administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə ünvanladığı məktubun üzə çıxması ilə 87 yaşlı keçmiş boz kardinalın çevriliş planı bir daha ifşa olundu. Məktubun altında Mehdiyevin imzası olmasaydı belə dəsti xətti onu ələ verərdi. Akademik cümlələrlə publisistikanın diletantcasına calaq edilməsi, iddialı həll yollarının irəli sürülməsi, özünü xilaskar kimi təqdim etmək cəhdi. Bu, Mehdiyevin amyanı intriqa yuvasına çevirdiyi vaxt sifarişlə yazdırdığı cızma qaralarla eyni üslubda olan yazıdır. Misal üçün, məktubda onun qeyd etdiyi qəddar ruh ifadəsi ilə dini mifolojik mesaj verməyə çalışdığı hiss olunur. AMEA rəhbərliyi dövründə tirajladığı yazılarda da analoji terminologiyaya tez-tez başvurması ilə yadda qalıb. Bu məktub Mehdiyevin dövlətə və siyasi hakimiyyətə xəyanətinin isbatıdır. Belə bir xəyanət cəhdinin reallaşması ehtimalı sıfıra bərabər idi. Onu arxalandığı Rusiyanın ifşa etməsi də o deməkdir ki, yaşlı boz kardinalın dövrü çoxdan, Prezident İlham Əliyev onu postundan göndərəndə bitmişdi. Sadəcə Mehdiyev bu reallığı anlamaq istəməyib. Ramiz Mehdiyev iddia edir ki, ölkədə dərin böhran var. Halbuki onun və dəstəsinin dövlət idarəçiliyindən uzaqlaşdırılması uzun illər həllinə imkan vermədikləri böhranı aradan qaldırmaq məqsədi daşıyırdı və nəticə də əldə olundu. 44 günlük vətən müharibəsi və şanlı qələbəmiz bunun bariz nümunəsidir. Mehdiyevin bu iddiasında 3 məqsəd yer alır. Vəzifəsini itirməsini qəbullana bilmir və qisas hissi ilə hərəkət edir. Tənqidçi mövqedən çıxış etməklə özünün müəllifi olduğu eybəcərliklərdən yayınmağa çalışır. Çünki Mehdiyev bu məktubu çevriliş planına dəstək əldə etmək və nəticəyə nail olmaq ümidi ilə yazıb və görünür, düşünürmüş ki, iddia etdiyi siyasi olimpə qalxa bilsə, nə vaxtsa onun məktubu gün üzünə çıxa bilər. Ona görə də özünü tənqidçi və xalqın tərəfdarı kimi göstərmək üçün xeyli cümlə sərf edib. Halbuki törətdiyi əməllər, milli maraqlara vurduğu zərbələr fonunda onun bu obrazı qoyun dərisindəki qurdu xatırladır. Məktubun ən maraqlı hissəsi dövlət çevrilişinin baş tutacağı tədbirdə yaradılacaq yeni sistemdir. Təklif edir ki, dövlət şurası yaradılsın və bunu ölkədə demokratik sistemin qurulması məqsədi ilə izah edir. Əslində onun istədiyi Mehdiyev şurasının yaradılması və Azərbaycana özünün ağalıq etməsidir. Birincisi, ölkədə demokratik idarəetmə prinsiplərinə əsaslanan hakimiyyətin 3 qolu, qanunvericilik, məhkəmə və icraedici orqanlar tam nəzarətə götürülür. İkincisi, ölkə Mehdiyevin təklif etdiyi 50 nəfərlik dövlət şurası tərəfindən, yəni 50 nəfər seçilmişlər tərəfindən idarə olunur, təbii ki, seçilmişlərin başında özünün dayanması şərti ilə. O, bunun ölkənin tədricən parlament respublikasına keçidi məqsədi daşıdığını iddia etsə də, gerçək hədəf Azərbaycanı özünün rəhbərliyində quldarlıq dövrünə qaytarmaqdan başqa bir şey deyil. Çünki Mehdiyevin dövlət şurası ideyası dövlət idarəetməsi təcrübəsinə yaddır. Hətta Roma imperiyasında belə daha demokratik idarəetmə mövcud olub. Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsindən sonra Paşinyan 2 dəfə bu haqda danışıb. Bildirib ki, Türkiyə və Azərbaycan arasında yük daşımalarının Ermənistan üzərindən həyata keçirilməsinə hazırıq. Erməni baş naziri hətta bunun üçün marşrut xəttini də təklif edib. Marqaray-Yegnazor-Sisyan-Gorus yolu. Bu, Azərbaycanın jestinə adekvat reaksiya kimi görünsə də, Bakının tranzit qadağasını ləğv etmək qərarı ilə Paşinyanın təklifi arasında fərq var. Azərbaycan qadağanı ləğv edib, lakin yüklərin sərhəddən keçidi hələ gündəmdə deyil. Qazaxıstandan Ermənistana aparılan yüklər Azərbaycana daxil olur, Gürcüstan üzərindən İrəvana aparılır. Rəsmi Bakı bununla kommunikasiya bərpası razılaşmalarını praktiki müstəviyə köçürür, hərçənd Zəngəzur dəhlizi açılmadan birbaşa tranziti tətbiq etmir. Bu gediş Ermənistanı dəhlizi maksimum tez açmağa sövq etməyə hesablanıb. Ermənistanın
Türkiyə və Azərbaycan arasında tranzit olmaqda israrlı mövqeyinin isə öz hədəfləri var. Gorustan sərhəd keçidini açmaqla Ermənistana daşınan yüklərində birbaşa tranzitinə nail olmaq, eyni zamanda Marqara keçid məntəqəsini işlək vəziyyətə salaraq Türkiyə ilə sərhədin açılması presedentini yaratmaq. Ankaranın sərhədin açılması üçün irəli sürdüyü Bakı ilə razılaşmaq şərtinin aktuallığını arxa plana keçirmək. Kommunikasiyanın bərpasına Zəngəzur dəhlizi açılmadan başlamaq. Bu baxımdan Nikol Paşinyanın Ermənistanın Türkiyə-Azərbaycan yüklərinə tranzit olmaqla bağlı israrlı açıqlamalarında məqsəd heç də jestə qarşı jest etmək deyil, rəsmi Bakının məsələyə reaksiya verməməsi, İrəvanın niyyətindən xəbərdar olması kimi qəbul oluna bilər. Mümkündür ki, Azərbaycan perspektivdə Ermənistan tranzitindən pilot layihə kimi bir və ya bir neçə dəfə istifadə etsin, lakin Zəngəzur dəhlizi açılmadan regional kommunikasiyanın bərpası reallaşmayacaq. Bakı üçün regional kommunikasiyanın paket şəklində açılması məqbuldur. Azərbaycan və Ermənistan arasında sülh və etimad quruculuğu istiqamətində atılan addımlar Vaşinqton razılaşmasından sonra yeni reallıqla uzlaşır. Bunu siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə bu, həm də o deməkdir ki, tərəflər sülh razılaşmasını təkcə kağız üzərində deyil, praktik müstəvidə icra edir. Faktiki olaraq Vaşinqton anlaşmasının şərtləri yerinə yetirilir. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvana səfəri də məhz bu qəbildəndir. Bu ilk addımlardan biridir. Torpaqlarını müharibə yolu ilə azad etmiş Azərbaycan 30 ilə yaxın baş vermiş bütün faciələrə rəğmən sülh prosesinin qurulmasına sadiqdir. Asif Nərimanlı Azərbaycanın Ermənistana tranzit qadağasının aradan qaldırılmasının da önəmli addım olduğunu qeyd edib. Vaşinqtondakı razılaşmalara görə ATƏT Minsk qrupunun buraxılması, sülh sazişinin paraflanması istiqamətində ciddi nəticələr əldə edildi. Amma Bakı ilə İrəvan arasında hələ də həll olunmamış iki mühüm məsələ var. Bu, Zəngəzur dəhlizi və Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən müddəaların aradan qaldırılması ilə bağlıdır. Dəhlizin açılması istiqamətində hələlik praktiki addımlar atılmayıb, eyni zamanda Ermənistan konstitusiyasında da dəyişiklik edilməyib. Amma bunun fonunda Azərbaycanın Ermənistana qarşı tranzit qadağasını aradan qaldırması, regional kommunikasiya xətlərinin açılması istiqamətində əldə edilmiş razılaşmada ilk praktik addımdır.